salarsınız WhatsApp-da. Məsələn, ki müəllim YouTube-da o birisi desən kaydın. Mən Google Zoom-dan indireyim, yükləyim YouTube-a. Tez-tez mən yadıma salın onu. Çünki yadıma salmam sonra yadımdan çıxır. Yaxşı. Aydındır. Yəni icazə verirəm ki, tez-tez yadıma salın. Ki müəllim, bax bayaq məsələn mənə deyəndə mən məktəbə gedirdim. Bundan sonra mənim məktəbdə sonra orada əyani hazırlıqlar da yəni yanımda yadımdan çıxır. Mən bunlar əvvəlki dərslərdəndir. Da əvvəlki dərslərdən deyəndə ki, bəlkə deyəndə ki, sən kimsən? Səsini tanımıram. İsmət. İsmət bu TV mövzularından da azın taxılan düz əvvəlki dərslərdən də. Müəllim, sizə mesaj şəklində atıram onda mən. Artıq. Sən görəsən ayağına bağlı göndər, deyib cavab ver. Atdım mən. Tamam, baxaq. Buradan. Görək nə yazmışsınız. Situasiya yazanlardan görüm. Görək kim nə yazıb. Başlayaq. Səbinə, sən də üçü də düzdür. Sonra Aygün, sən də üçü də düzdür. Bir daha deyirsən, nə yazmışsan oraya baxın. Bir daha sən də situasiyan, birinci və üçüncü situasiyan düzdür. İkinci situasiyan yarı baldır. Nicat, sən də birinci situasiya səhvdir. İkinci situasiya səhvdir. Zəhra, sən də düzdür situasiyan. Durna, sən də situasiyalar düzdür. İsmət, situasiyanın birincisi düzdür, ikincisi düzdür. Üçüncüsü nə yazmışam? Moğol Əkbər şahına oxşarıdır. Səhv situasiyanın cavabı. Sonra, onlar əslində, onlar yox, düzdür. İsmət, sən də situasiya düzdür. Cavab da Vahilin. Situasiyanın üçüncü situasiyaya yarı bal verərlər. Birinci situasiyanın amma tam səhvdir. Bir neçə səhvdir, üçsə yarı bal verərlər. Sonra, Rüfan, sənin də situasiyanın cavabı düzdür, üçü də. Sinan, situasiyanın səhvdir. Biri düzdür situasiyada, ikinci situasiyanın düzdür. Qalan bir dənə üç səhvdir. Zeynəb, sən birinci situasiyanın düzdür, ikinci yarı bal, üçüncüyə də çeyib. Buna da yarı bal verərlər. Onlar ya da tam bal verərlər. Əlaşdırsa tam bal yazmaq olur. Amma situasiyanın birinci səhvdir, ikinci düzdür, üçüncü səhvdir. Nəsə uşaqlar, başqa işimizə qaldı. Duyğu, sən də birinci düzdür, üçüncü düzdür, ikinci yazmamışsan. İkimizə qaldı situasiyanın cavabını demədiyim. Qasımova, sən də düzdür, üçü də. Xalidə, sən də düzdür, üçü də.
Fatimə, səndə ilki düzdür, üçüncü sualda yox, üçüncü sualın səhvdir Fatimə. Kimsə qaldı situasiyasını demədiyim. Qalmadısa keçək obje cavablara. Uşaqların cavablarını deyirəm, bax. Bunun situasiya Səhv cavablarını idi. atdın. Necə? Məndə səhv idi. Adı desən, Nicat. necə sən situasiyanı tam deyirsən səhv idi. Hə. Situasiyanın cavablarını deyirəm və bundan sonra tam cavablar saymayacağım. Yana göndərməyin. Bax, buradan. Fatimə, birinci situasiyanı yazmışsan, sən birinci cavabları hər... Evet, yan. Səndə birinci situasiya təmiz səhvdir. İkinci yarı bal. İkinci yarı baldır. İkinciyə də bir dəqiqə. İkinciyə yarı bal vermək olar. İkinciyə də ki, bu eləyib. Çıxar şahtar. Baxaq. Yəni, ikinci dediyin ola bilərdi. Amma o getər cavab vermişsən, nə olmayacaq. Kim nə cavab versin, tez versin, qutarsın. Çünki mən şeyə başlayandan sonra sarı cavabı götürməyəcəm. Mən ikincim yazdım, bir də baxın. Yox. Atmışsam, dəyişmişsam istəmirəm. Dəyişmişsam olsa səhv götür. Çünki imtahanda siz sual cavab dəyişə bilmirsiniz axı. Yox, Zeynəb, düzəltməyə ehtiyac yoxdur. Yəni, yox. Onun yanını düzəldib atma. Əbülfəzova. Bir düzdür. Üçü düz götürə bilərəm. İkinciyi dəyişirsən. Acı, səndə birinci düzdür, Sultanova. İkinci düzdür, amma üçüncü səhvdir. Nicat Bey'e də yenə səhv yazmışam. Belə uşaqlar, başladım mizahına. Burada cavab. Birinci sualın cavabı dövlətin mövzu olmayacaq. Uşaqlar, söhbət rəiyyətin hər bir qulluğa çağıran bu nadir şahdır. Qeyd əsasını qoyub. Mövzu olmayacaq 1736-47. Bunu demək olar çox adam düz yazmışdı. Bunu bəziləri Aqoyun ilə Səfəvi ilə qarışdırmışdı. Yəni tam bal budur. Nə zaman yarı bal verərlər? Ya yaranma ilə, ya sübut eləməyin səhv yazsaz yarı bal verərlər. Hansı kənarda uşaqlar? Burada bir Xəzər dənizidir. Bir də İran körfəzi. Yəni normal olaraq birin yazanlara yarı bal, tam yazanlara tam bal verəcək. Moğol kimi Əkbər şahı uşaqlar. Əkbərlə Rü hərfi vardı. Vergi islahatı ola bilərdi. Sonra Osmanlı ilə əlaqələr ola bilərdi. Sonra ümumiyyətlə islahatlar yaza bilərdiniz. Sonra qüdrətli dövr yaza bilərdiniz. Götürərlər bunu. Dövr. Sonra bir də oxşarlıqlar yaza bilərdiniz. Yəni, bunlar yazsaydınız, düzgün cavab kimi götürərdik. Belə. Situasiyanı dedim. Yəni, Moğol üçün Əkbər şahına oxşarlıq bu ola bilər. Bunların oxşarlığı. İndi keçirəm inşallah opsiyon suallarımızın izahına baxmağa. Opsiyon sualların oxşarlığının cavablarında başlayaq birinci sualdan. Şöyle birinci sualdan başlayıram. Locarno və Briançellok vaxtından. Burada diqqətlə baxırıq. Locarno kampının sonra nə vaxt oldu? 1925. 25. Briançellok 8. 28. 20-ci illərdə oxşarlıqdır. Rusiyada iştirak eləmişdi. Biri oxşarlıq atırıq. Aynen. Bizə nə deyir? Oxşar cəhətlər deyir zaten. Bir dəqiqə, bunu düzəldim. Baxaq. Buradan uşaqlar, buradan baxırıq ki, bir oxşarlıqdır 1928, 1925. Bir oxşarlıqdır. Rusiyada iştirak edir. Uşaqlar, Rusiya hansıda iştirak edəcək? Brainchellok'da 29'da girir. Inşallah ben. Locarno 45 və hocam. Locarno kimlər idi? Fransa, Almanya. Belçika. Fransa, Almanya, Belçika. Bunu Üçü ərazidə Almanya təminat altına almışlar. İkini atdıq bura. Bizə oxşarlıq deyirsiniz, iki lazım deyil. 1-3-5, 1-4-5. 3 hərf. Uşaqlar, buyurun hansını götürəcəyik? 3 götürürük. Ortaya gelirdi o. Ortaya. Locarno konferansında Sözcüğündən da vardı. Her ikisinde var nedim. Ortada. Oxşardır. 1, 3, 4, 5 cavab D variantıdır. Locarno konferansı bilən Sherlock baxdı. Sonra baxaq növbəti sual uşaqlar. Bir izahlan istəyən. Sonra keçək ikinci suala. Burada deyir ki, ikinci sualda
Sərt cavabı seçin. Sərt cavab adamın gözünə girir. Paris Hükuməti ABD dövründə və Rusiyaya çağırılmadı, düzdür. USA müqaviləsi imzalamaq üçün düzdür. ABŞ-ni təsdiq etmədi, Yemədim. düzdür. Uşaqlar, burada Paris Hükuməti ikisi Osmanlı yox, Almanya imzalayıb. Almanya. Sonra növbəti suala baxaq. Veymar Respublikasının dövrünü açıqlar. Veymar Respublikasının dövrünün gələn illərini yazaq. 1919, 1900, 4. necə? 1934. Düzdür. Bəzən 30 deyirlər. Uşaqlar, bu dövrün danışıqlara razılıq verməməsi, bu dövrün danışıqlara razılıq verməməsi. Müəllim, bu dövrün- imperiya dövründəydi. Müəllim, imperiya müharibənin sonunda. Çünki bu dövrün hakimiyyətləri 1913-1921-dir. Bəli, müəllim. Çünki bu müharibə elə bütün respublika yaranmamış göndərirlər sülh paketində imperiyada. Amma qəbul eləmir. Respublika yaranandan sonra imzalayır. Var, Erişka dövründə var. Yəni Erişka dövründə danışıqlar olur. Bu önce bir səhv. Danışıqlar olub, amma qəbul eləməməsi imperiya dövründədir, müəllim. Sarın Almanya Çil qiyamı bundan qabaqdır, Erişkadan qabaqdır. İkini də çağırtdıq. Sonra 3-ə baxıram. Sarın Almanya qayıtımı. Alman qızıl dövrü Almanyanın düz 24-29'dur. 24-29. 4'ü ayrıca götürək. Cavab olur C variantı. 5'ə baxaq. Yahudiyə qarşı qırğınlar antisemitizm deyirlər də buna. Bu sonradadır. Süqutdan sonra da Hitlerin öz dövründə var. Bərabərlik dövlət kimi tanınması düzdür. Hansı konferans idi bu? Gönlü. 25'li Lokarna'da. Ben 1925 Locarno konferansında tanınır. Ve buna göre de 1926 Nahara koşullar. Milletler Cemiyeti. Ay, son. Millet Cemiyeti. Cavab olur burada C variantı. Sonra 4-cü suala baxaq. Doğru fikirlər seçin. Versal imzalamamışı düzdür. 1-2 düzdür. Macaristan'da Tiranon imzalanıb. 3 səhvdir. Yaxın şərqində həllini tapmayacaq. 4 düzdür. 1-2 4. Uşaqlar yox, müharibə dövründə sərbəstlik verilmir. 5 səhvdir. Poznan Qərb Prusiya Polşa verməsi Versalıydı bu. Versal'da da düzdür. Cavab bura olur. 1, 2, 2-4. 4. Sonra növbət suala baxaq. Mandat sahibi olan İngiltərə, Fransa və Yaponiya ilə Belçika və İngiltərənin damlı yolları. Zelandiya ilə Avustraliya. Avustraliyalarda vardı. Sonra yəni biraz alacaq çıxdı. Ben bunlar niyə yoxlamaya qoymamışam? Bir də test yekunlaşdıraq. Bir də cavablar girsin də. Şöyle bir də cavab oldu. Bir də cavabdı. 2-də cavab. Deyirəm yoxlayın, sonra izahını verim. 1-də D-dı. 2-də E-di. 1-də D-dı. 2-də E-di. 3-də E-di. 4-də C-di. 5-də C-di. 6-da E-di. 7-də E-di. 8-də Belçika A-dı. 9-da C-dı. 10-da C-dı. 11-də C-dı. 12-də D-dı. 13-də D-dı. 14-də A-dı. 15-də C-dı. 16-da A-dı. 17-də C-dı. 18-də C-dı. 19-da C-dı. 20-də A-dı. 21-də D-dı. 22-də A-dı. 23-də A-dı. 24-də E-di. 25-də A-dı. 26-da E-di. 27-də E-di. Uşaqların izahına bir baxaq. Burada uşaqlar separat üçün imzalayıb Rusiya 2-dir. Xəritənin digər ölkələr gəldi. 1 Almaniyadır, 3 İngiltərədir, 4 İtaliya, 5 Fransadır. 7-ci sual uşaqlar. Hərbi qüvvələr məhdudlaşdırmalı idi. Saint-Germain hər iki tərəfi
silahsızlaşdırmalı idi Versal. Belçika toxunulmazlıq Locarno konferansındakı reyd təminat vaxtı müştəri tanınması nəzərdə tutulmuşdu. Washington konferansında olan 4 dövlət müqaviləsi ilə. Cavab 7 burada. Geniş hala konferans nə vaxt olmuşdu bəs? 22'den. 22-də. 22-dən. Orada Sovet Rusiyası hansı problem oldu satmışdı? Deyir ki, Çarizmin borcları, Sovet Rusiyası deyir ki, Çarizmin borcları mənim borcum deyil, ona görə ödəmir. Ay sol. Şöyle mandat Amma həlli yolunu tapmırdım müəllim. necə? Həlli yolunu tapmır mənim orada mı? Tapmır, bəli. Amma ondan sonra Almanya ikisi imzalayırlar. Raporla da sahiş. Locarno konferansı Geno ekonomik oxşacaq. 20-lərə çağırılmışdı. 1925 Locarno'da, 1922 Genoya'dı. A oxşarlıqdır, C də oxşarlıqdır. Çünki Alman iştirak eləmişlər ikisində. 25-də iştirak eləyir, bərabər hüquqlu dövlət kimi tanınır və 26-da Millətlər Cəmiyyətinə üzv olur. A da düzdür. Niyə? Çünki 22 biri, 25 biri dedik. AC 3 AC olanda sonra birə Locarno'ya aid olan çıxıbdığı yer, ədalətsiz olduğu etiraf olunub Locarno'da düzdür. Etiraf Locarno'dadır və Y-dir. Reyn təminat vaxtı uşaqlar. İndi Reyn sözü çıxarılıb. Bu Belçika, Almaniya və Fransa arasında sərhəddən toxunması ilə bağlı imzalanmışdı. 2-yə çıxıb cavab B variantı. Genoa konferansında bəli, iqtisadi münasibətə bərpa etmək üçün cəhd atılmışdı. Sonra onun sual Brest-Litovsk 1918-in martın 3-dədir. 1918-də oldu o. Bəli, 1918 martın 3-də. A variantı 1917-ci sentyabrındadır. B variantı 1917-ci fevralındadır. D variantı 1917-ci ilin o da fevralındadır. Romanovlar devrilir. Oktyabr çevrəsi 17-nin oktyabrındadır zaten. Hər iki uşaq Sevr sülhündən Osmanlı bölüşünə ərazidir. 2 və 3-dür. Fransa və İngiltərədir. Sevr sülhündə 1920-ci ildə. 1 uşaqlar Almaniyadır. 5 Belçikadır. 4-dəki İspaniyadır. Sonra xronoloji ardıcıllıq. Franklin Roosevelt'in uşaqlar illərini yazmasam şey eləyə bilməyəcəm. İllərin üstünə qoyacağım. Franklin Roosevelt'in prezident seçilməsi 1933. İngiltərə bölüşdürməsi 1921. Orrin Harding gəlişi 1923. Amerikan şirkəti kim demişdi? Calvin Coolidge. O da nə vaxtdır? 24-29. Elə bir ki 24-də Seçilir 25'ten yok. 25-dən başlayır 25-29-a qədər idarə edir. Sonra uşaqlar illəri yazmıram ardıcıl. Yəni 2 olacaq burada birinci, sonra 3, 4, 1. 2, 3, 4, 1. Bu variant. Sonra uşaqlar burada yenə də demişdik, burada düzgün cavab soruşur. Düzgün cavab burada D variantıdır. Yeni xətt siyasəti, yeni işlər açıldı. Uşaqlar dövlət nəzarəti artıbsa biznes inkişaf edə bilməz. Düzəliş edildi, spirsiyan sayı artırılmadı. Azalması nəzərdə tutulur. Böyük böhran baş verdi. Herbert Hoover'ın dövrüdür o. Hə, Amma- Elbert Hoover'dir. Harding. Bəli. Sonra uşaqlar mühafizəyə qarşı qanun qəbul olundu. Yaponiya məhdudiyyət qoymur. Ümumiyyətlə ləğv olunur. Uşaqlar digər ölkələrə məhdudiyyət qoyulur. Şərqi Asiyaya ümumiyyətlə ləğv olunur. Amma yeni xətt siyasəti 30-45 hakimiyyətdə olan Franklin Roosevelt'in dövründə düzdür. Uşaqlar Millətlər Cəmiyyətinə qərarına əsasən mandat sahibi olmuş dövlət Belçikadır, İngiltərədir, Fransadır, Yaponiyadır. İngiltərə, Fransa yoxdur xəritədə. Yaponiyadakı aşağı tərəfdə yoxdur. Bu da bilən qalan Belçikadır. 1. 4-ə gəldikdə İsveçrədir, 2-yə gəldikdə İspaniyadır, 3-ə gəldikdə Almaniyadır, 5-ə gəldikdə Polşadır. Sonra gəldik bunlara. Maraqlı sual budur. Maraqlı sual bu idi. Bunu yazaq. Woodrow Wilson. Bəlkə də uşaqlar Roosevelt, Coolidge, Harding. Woodrow Wilson olub hakimiyyəti 1913-21. Roosevelt olub hakimiyyəti 1930-45. Calvin Coolidge olub hakimiyyəti 1925-29. Orrin Harding olub hakimiyyəti nə var? 21-23. Düz. Uşaqlar, kənd məhsullarının artıqlığına son qoyulmuşdur. Bu gəlir, düşürsə, Calvin Coolidge'in dövründə olub. 1, 2, 3, 4. Uşaqlar, 3'ə olur A. Sonra iri kapitala qoyulan vergiləri azaltmışdı. İri kapitala qoyulan Franklin vergiləri Roosevelt'in dövründə olmaz. 3 Bir 5 dakika, uşaqlar, düzdür. Artıqlığa son qoyulan Yeni xətt Franklin siyasəti. Roosevelt'dir. Düzdür. Hansı siyasət? Yeni xətt siyasəti. Düzdür. 37'də yeni xətti yandırmaq istəmişəm, onu uşaqlar düzdür. 2A düz deyirsiniz. Sonra Woodrow Wilson'a aid uşaqlar. Woodrow Wilson da olacaq. Dünya müharibəsinə Birinci qoşulmuş. müharibə. Çünki 1913-21-də avtomatik bunun dövrünə qoşulub. 1C, 2A. Sonra 3'ə baxıram. Coolidge'in dövründə uşaqlar iri bir qoyulan vergi azalınıb. 3B.
Warren Harding nədir ki, sabitlik dövrü olub. Uşaqlar, bəs durğunluq dövrü hansı ki prezidentin hökmdarın dövründə görmüşük? Leonid Brejnev, Yaqub. bir də Yaqub Padşah. Düzdür. Brejnevlə Yaqub. Yaqubun hakimiyyətlərinə baxdı. 78-90. Bəs Brejnevin 69-82. başqa kim var 69-82? Heydər Əliyevin Heydər Əliyev. rəhbərliyi. Hakimiyyət dövrü. Əla. Məsələn, cığırını barədə saatıq. Sonra 4 dövlət uşaqlar müqaviləsinə aid olan 2-4-dür da. Çin ərazi bütövlüyü tamamlanan ortadakıdadır. Uşaqlar 4 dövlət birinci aid olan deyir. Çin ərazi bütövlüyü ortadakındadır. Sonra 3-də də ki, ABŞ-la bölüşməsi də ki, sonuncudadır. Yaponiya sadəcə fəaliyyəti məhdudlaşdırıldı. Nasıl bu düzdür da? Sonuncudadır axı o. Hə, deyir, sonuncuda bizə ortadakını soruşur. Tamam, ortadakını soruşursa, bir Çinlə bir dəqiqə. Birincini soruşur müəllim. Birincini soruşur bizdən, birincini soruşur. Bax, bizdən bu cədvəl üçün olanlardan birincini soruşur. Bax, Çinin ərazi bütövlüyü tamamında ortadakında bura. Sakin okeanda məhdudiyyət formalaşdı. Burada Dörd dövlət. dəniz üstünlüyü ABŞ-la bölüşdürüldü sonuncuda. Japoniya arasında imzalanır. Şu an əslində 4 imzalanıb. 4 burada, burada qoymaq olar. Fəaliyyət məhdudlaşması da ki, bu da sonuncudadır. Bizə lazım olan 4 dövlət soruşur. Birinci burada olur 2-4. A variantı. 4 dövlət sonra bu ölkələrdir. ABŞ, Fransa, İngiltərə, Yaponiya. Türkiyə 38-də bayaq dedim, İsmət İnönü prezident seçildi. İndi bunların illərini yazaq ben üstünə tez. Şu an ABŞ-ın şərtləşmə mövqeyinin güclənməsi. Bu nə vaxtdır? Mən İsir yox, İsirlə əlaqəsi. 30-cu illərdir. Bu islahatlar falan deyil. 30-cu illərdir. Sonra böyük öyrənmə başlaması 29-dur. 29. Dünya dövlət kimi tanındı. Bu dünyada bu 10-cu illərdədir. Bir də Dünya müharibəsindən sonradır bu. Birinci Dünya müharibəsindən sonra, yəni 18-dən sonra. Sonra bu ekspedisiyanın qadağan olunması 20-ci illərdir. 1913 ilin hakimiyyətdə olan şeyin dövrü, Woodrow Wilson'un dövrü. Yox, aslında bu da 10-cu illərdir. Dur, bir dəqiqə. Sonlara yaxındır. Sonlara yaxın. 20 20-ci illərdir. Konver sistemindəki uşaqlar şey tətbiq edildi. Calvin Coolidge. Polis. Calvin Coolidge tətbiq edib. Calvin Coolidge'in 20-ci illər. 25, 29, 20-ci illərdir. Cavab burada olur. C variantı verib. Sonra Şandun uşaqlar bu Japoniyaya aiddir. Koreya sahib olması düzdür. Dünya müharibəsi Osmanlı üçün xarakterik deyil. Bunların illərini yazmalıyıq. Yazmasaq ürəyim rahatlaşmaz. Yəni baxaq illərini yazaq. İttihat tərəqqi nə vaxt yaradılıb, buraxılıb? 1889-da yaradılıb. Hə, Yaradılıb, buraxılıb. Yaradılması 89-dur, buraxılması. 1918. Elə bu müharibədən sonradır. 1920. 20-də deyil bu. 20-də. Sonra Severin Atan dövlətindən təslim oldu. 20. 1920. Təslim Bir dəqiqə, olduq. Mudrosla təslim olur müəllim, Severlə yox. Hə, Sevirdən təslimat söhbəti zadı var. İkinci çağdırır. Sonra Osmanlı Meclisi o dövlətlər üçün parçalandı. Dördlər İttifaqı idi onda. 20-də də. Çünki İtaliya parçalanmamışdı. 1-4-5 olur mu? Altında görsədə 1-4-5 oldu. Bir də baxın denə. İttihat Tərəqqi Partiyası buraxıldı. Nəticəsi də deyir, dövrünə aid demir ha bizə. Nəticəsi də deyir, uşaqlar deyirəm dövr deyir. Və nəticə olaraq bəli 1, 4, 5 düzdür. Nəticə deyirəm dövrə aid olan deyil. Mən də fikirləşirəm ki, müharibədən sonra olur baxaq. Əliyim. Bu üçdə var ya. Hə. Orada İtaliya artıq çıxmış da bunlardan. Yoxsa hələ orada idi. Silahların digər dövlətlər kimi parçalandı. 15-də çıxırdı İtaliya. Üçlər deyildi axı, dördlər idi sonda. Bax, Üçlər İttifaqı olanda kimlər oldu? İtaliya. Üçlər deyəndə ancaq bunlar nəzərdə İtaliya, Almaniya, Avstriya, Macar. Avstriya. Yəni üçlər deyəndə ancaq bunlar nəzərdə tutulur. Sən deyin ki, dördlər, o ayrı bir şey. Üçlərin daxilində digər dövlətlər üçün parçalanan İtaliya parçalanmadı. Onu götürmürük.
Müəllim, bu birinci cümlə var. Bu açıq aydın cümlə kimi yazılıb kitabda. Var, var. Prosto durum elə bildim ki, Dünya müharibəsi dövründə deyil, amma dövrdən sonra da o. Bildim. Ya Dünya müharibəsi dövründən sonra da. Prosto elə bildim mən İttihat Tərəqqinin buraxılmasın Dünya müharibəsi dövrü yazım. Mən deyirəm, yəni bu Dünya müharibəsindən sonra oldu. Yəni nəticələrində var amma. O düz deyirsən, yəni, nəticələrində var idi. Sonra mənə deyin görün, hansı sual qaldı? 21-ci suala baxaq. Milli ad sənədi əsasən şu an TBM'in qərarı alınmışdı. Bax, milli ad 2026 nəşrində səhifənin bu tərəfində idi. Yəni elə dərsin birinci səhifədə idi. Şu an Türk ərazisi bütöv tanımı milli ad aidiyyəti yoxdur bunun. Ümumiyyətlə milli ad dilini deyə bilərsin nə vaxtdır? 1920 yanvarında. Ha. 20-ci il uşaq O zaman. 1920 imzalan milli ad. Milli anda görə, yəni milli ad TBM çağırılması. Mustafa Kemal'in başlığı da olmuyor. Mustafa Kemal başçısına olur. Türkiye milli ad sənədinə əsasən. Şöyle milli ad Mustafa Kemal başçısına olur. Yazıqda 1900 Sivas Kongresi'nde olacaqlar bu. Bəli, Sivas Konqresi. 1919 sentyabr arası. Bir dəqiqə. Milli ad qərarı. Hüquqlar Müdafiəsi Cəmiyyəti 19 mayındadır. Bu 20'nin yanvarıdır. 19 mayıdır. O 20'nin aprelinde TBM çağırılır. TBM çağırılır. 20-ci de oldu. Onu ama ilin çıxardılar 20-ci ildə düzdür. 20-dədir. 1920-ci ildə. Çünki sonra Antantı ölkələrdə bu milli anda sadiq qalan deputatları qovacaqdılar. TBM yaradılmasına aidiyyəti yoxdur. Yəni, TBM yaradılmasına aidiyyəti yoxdur. TBM-i Mustafa Kemal yaradır. Yəni, o 1920-ci ilin aprelindədir. Ankara'da. Mən D variantını başa düşmədim. Nə deyir D variantında? Mudo sayıcıdan baxdan Türkiyənin baxdan Türkiyənin əsərdə daxil ölkənin ərazisi bütöv yanılır. Yəni Mudrosan sonra məsələn tutaq qaldı Türkiyə bu qədər razı. Buranın hamısı artıq Türkiyə sərhədi sayılır. Bura heç kim heç də eləyə bilməz. Milli anda aiddir o mənim. O milli anda yəni o çıxarılıb əslində indi. Belə bir ki onu bölüşdürmək istəyirlər değil mi? Düzdür. Boğazdan sərbəst keçmə bu söhbət 1936 olur. Nədən adı? Düzdür. Montreal konferansı. Boğaziçi bu da Montreal'a ait. Cavab şu olar. Burada bu sualı sizin xeyrəcə hesablayalım bilim sual. Çünki bir kitabın sualı. Xronoloji ardıcıllığı. Əsas bu lazımdır. Xronoloji. Milləti zəmindən qəbul olunması 1920 6. Prezident Respublikasına vaxt 1918 19. 18 noyabr deyirik. noyabrın 9-u. Sonra Antikomitenin vaxtı. 36. 36. Südet və Almaniya verilməsi. Münhen 38. 38. Üçər vaxtı. 40. 39. 39-da 40-dadır. Faktlar. 40'da məncə onu. 40'da diye böyle var. 40-cı ildə müharibənin içində üçər fakt imzalanmışdı. Yəni müharibənin gedişinin imzalanmışdı. İlərtəci daha düzəlşdir. Sonra 4 dövrə dairə bayaq baxdıq. Bu hissəci Kalvin Kulit uşaqlar burada şeydir. Nüfuzu xeyli. Nüfuz güzəlməsi. Dünya iqtisadi böhranı başladı 29-da başlayıb. Çünki Kulitin hakimiyyətləri növünə vaxt olur. 25-29. Düzdür. Yəni Kulitin dövrü 25-29 olubsa Dünya iqtisadi böhranı başlaması. Dünya iqtisadi böhranı başlaması 29-da başlayıbdı. Amma Herbert Hoover'in dövrüdür de o. o Herbert Hoover gəlmişdir. Şu an Qərb ştatına vəfat edən 1923-cü Harding. ildə Harding. Harding. Harding'dir. İkinci xətt siyasəti Roosevelt. Franklin. Bir tərəfli o da Roosevelt'dir. Nə vaxt bir tərəflik? 35. 35. 35. Zavşan nüfuz yüzlənməsidir. Sonra 25'in sonra baxsaq, 25'i Yazdık da bunu bayaq. Təkrar edin müəllim, siz sözünüzün sual Cevabı vermişdi. Kulici değil mi? Bəli, Kavan demiş Kulici değil. konvenyer sistemi, o da Kulit. bildim. Şöyle 4 dövlətdə də 2-4 çıxıb, müştərik qorunması nəzərdə tutulurdu, düzdür. Bir də ki 4. Japoniya, Fransa arasında bölüşdü, düzdür. Birinci olan ortadakına, bax uşaqlar, bu elə bilir bu sual təkrar demişəm, o yüzden mən bu üzrə tez keçdim. Bax, birinci, ikinci, üçüncü müqavilələr var Vaşinqton konferansında. Çin ərazi bütövlüyü tanınması bu düşür ikinciyə.
Bir mülklərin birə qorunması düşür birinciyə. Dəniz suyu ABŞ-la bölüşdürüldüyü üçün üçüncüyə. ABŞ deyirəm, ABŞ imzalanıb oxşarıq. Fəaliyyət məhdudlaşdı üçüncüyə. Cavab olur burada 2-dir. Bunu dedik. Bunu dedik. Gəldik buna. Dünya Barışı Sonuçları 3-4 tamam. 1918 plus ait değil. Conveyor. Conveyor Calvin Coolidge'in dördü. Calvin Coolidge Solbaşı'nın 1925-29. Bu Dördəməcə doğru ait bu bir çağdır. değil deyə götürmürük. 2'ye baxıram. Woodrow Bir Wilson. səhv var. Bu da 1921'də, 20'dədir. O düzdür. 2 ilə çaldırıq. O da 3-4. Ha, çünki 20-ci il zaten müharibədən sonradır. İlk Trieste uşaqlar. Bu Theodore Roosevelt. düzdür. Theodor Roosevelt'in dövründə meydana gəlib. 1901-1909. 1939. Düzdür. Senat xalqlarının seçilməyə başlaması da ki, Bu da 1913'tü da. Konstitusiya düzəliş. Senat xalqlarının seçilməyə başlanması. Woodrow Wilson'dur. Onun için bu dövr sınavcılık dövrü değil. Halk tarafından seçilmeye başlaması bu dövrdür. Çünkü bu muharebe dövründen sonraki dövr daha, muharebeden evvelki dövrə aittir. Bəli. Bizden 1921. Bu yeni demokratik dövrü. Bu dövr son dövrü olacak. Sonra Mən indi bir söz deyim. Bu şeydir, qadınlara seçki hüququ verilməsi onlarla bir yerdəydi elə. bu qanuna seçilir, o da bir dövr sonunda da. Bəli, bayaq amma onu 20-ci ən sonlar götürdük, 20-ci illər. Buna amma 13-cü illər. Eyni vaxtda deyil ki bunlar. Bir dakika, Senat xalqlarının Eyni deyil ama kitabda yoxdur bu. Yok, Dört. yok. Yok, ümumiyyətlə 4 dönə kitabda yox deyil. Şimdi 24 kitabda yox deyil bir məlumat. Sən dediyin eyni olan şeylərdir. İçkidən qadınlar məsələsi. İkisidir. Hı. Yəni burada çünki senatorun faktörünün seçilməyə başlaması belə bir cümlə yox. Bu yox idi müəllim. Yox. Senatorun faktörünün seçilməsi. Sadəcə 3-4. Uşaqlar ümumiyyətlə bu məsələ yadıma gəlmədi mənim senator faktörünün seçilməsi. İndi müəllimlərdən kimsə yadına gəlsə desin, çünki mənim yadıma gəlmədi. Bax, o kitabda hansı səhifədə verildi bu hansı. Belə bir şey yox. Gözümün qabağına gəlmədi. Millətin cəmiyyətin çıxması 33. Tiderin erkası nə vaxtdır? 33. 39 değil. 39 nədir? Erkası olması nə vaxtdır? 33'tü də. 33'tü də elə. 33 da. Tabii Hitler'de erkası təyin olmuş. 1934. Hitler gətirib erkası təyin edir. 33'dədir. Sonra Türkiyəmizin damması 1932. 1935. Bu nə vaxt uşaqlar? 20-ci illərdir bu Atatürkün dövrü. Düz 20-ci Atatürk'ün dövrü. Yəni şəhid məhkəməsindən davam edir var indi. Belə uşaqlar 25 son 25'in də izahını verdim. İndi gəldi situasiyada deyildim. Gəldi indi baxaq görək nəticələr nətərdir. Ürək açandırmı yoxsa vəziyyət nətərdir? O zaman qoşduq dərs. Başlayaq. 30'a 30 yazan var. 30 yazan. 2 nəfər. Acünlə Durna. 30-30. Kimsə siyah yazar, qrupa yazar. Acün Durna. 30. Sığ yazılan kimdir? Sığ bu kimdir? Bu tanımıram. Səslə gəlmir. Selcan. Sevdən 30 yazmısan. Bəli. Atmısan mənə cavabları. Ha? Cavabları mən atdın sən yazdıqları o. Atmamızın salimdir. O zaman baxın bir şeydən atır, mən cavablar.
Uşaqlar cavabları yox şey cavab atmamışam mən. Şöyle 29 yazanlar. 29 düz yazan varsa alın qaldırsın. Yoxdur 28 düz yazanlar. Sinan, Zəhra. Zəhra soyadın nədir sən? Sərkarova. Sərşarova Zəhra, Fatimə bir də. Fatimə sən də Salayeva Fatimə sən? Bəli. Hı. Sonra uşaqlar deyin görək. Şöyle mən cavab yoxlayan sualtan cavabları saymıram. Ama bu atanın üçün cavablar atmayayım. Cavablar yoxladınız naxad atın. Yəni yox, atın sonra yoxlayaq. Yoxlamamış atın. Cavablar mən deməmiş atın. Yoxlamamış atın. Sonra uşaqlar deyək. 27 düz olanlar var. Duyğu, Xaldə, İsmət. İsmət 27 olsan da. Tamam. Valla sen süt elə danışdın ki, mən dedim ya səndə bir 10-15 dənə zor yox olmayacaq. Bilmem gündəlik dərs çalışmır o yadından çıxır gedir ona. Duyğu, Xaldə kimi idi bir də 27 yazan? Bir də İsmət ha. İsmət. Sonra 26 düz yazan var. 26 da yazar. 26-25'leri. Səbinə, Aylin. 26. Səbinə 26. Aylin 26. Bir də Səbinə, Aylin 26. Sonra 25'ləri deyim. Ondan sonra qutara 24'ləri deməyəcəm. 25'ləri andaş götürəcəm. 25'lər Nicatla Rufan. Rufan 25. Nicat 25. Siyah. 5 uşaqlarında bunlar nəticələr. Belə. İndi növbət dərsi görümlər verirəm. Ev tapşırıqlar nə oxuyacağam? Elə onu deyəcəm. Evə tapşırıq olaraq uşaqlara verirəm nə idi? Mən proqrama baxım. Proqramda sabah testi. Sabah testi. Mən hangi deyin sabahlar necədir? O günə baxım görüm sabah. Yəni sabah deyən o gün 25, 25. 25 o. İndi ki 25-ə çatdırıyor. Azərbaycan tarixindən Azərbaycan tarixindən. Uşaq ümumi tarixini biz nəzərdən haradan qurtarmışıq? 48-ə kimi mən. 48 kimi. Əla. Bəs ümumi tarixdə Azərbaycan tarixindən hardayıq? Tamam. Azərbaycan tarixinə 65, baxacağıq. 65. Əla 65-ə gəlmişik. Bəli. Mesela proqramın qabaqlayı rəal oldu. Bunda 66-dan 70 daxil götürün. Sabah 66 dimlə. Testlərdəki dimlə xəyalidir. Belə uşaqlar oldu. Bunu da dedim. Cidans xeyirə qalsın. Sağ olun. Sağ olun mənim, çox sağ olun. Sağ olun mən.